Budur Gəncənin mərkəzindəki gözəlliklər. Bu da məscidimiz. Orada söhbətim bilmirəm harada qaldı. Amma indi də ayaqlarım. Çünki polislər məni yenə də polis idarəsinə apardı. Əcəb elədilər. Çünki artıq mən özümə söz vermişdim ki, çirkabları daha çəkməyəcəm, amma yenə də tozlu dumanlı küçələrlə gedirdim. Neyim? Yer tapırdım. Çünki sakit yer tapa bilsəm. Sakit bir yer istəyirəm. Ona görə də çəkilib o küçəyə getmişdim. Evdə alınmır, çöldə alınmır. Fələk də amanımı kəsir ki, bu olmalıdır. Bunu çəkməliyəm. Bu hamam, köhnə hamamımızdır. Qədimdən qalma hamam. Bu məscidi hər dəfə mən görəndə Mirzə Şəfini xatırlayıram. Mirzə bilmirəm indi burada hansı otaqda yaşayıb. Onun atası ev tikib. Lakin dikən olub, yəni usta olub. Amma Mirzə Şəfi Mirzə Şəfi versən oldu bilmirəm. Şu adlar da yadımdan çıxıb. Evsiz olub və məsciddə qalıb. Onun rəvayətində, özü söylədiyi rəvayətdə belə bir yazı vardı. Yəni burada mollaların birinin əleyhinəmi nəsə yazır, nəsə deyir və bir gün həmin mollaya bunun işi düşür. Axşam piyada gedir həmin mollanın qapısına, ondan nəsə istəyir, oraları dəqiq yadımda deyil. Əsas məsələ nədir? Əsas məsələ orada məntiq budur ki, molla onu rədd edir, istədiyini yerinə yetirmir və o yol boyu bu məscidə dönərkən yol boyu özünü, əlini döyür ki, sənə əcəb olur. Əcəb olur. Sən nə lazım idimi ki, onun haqqında sən nəsə yazasan. Özünü çırpa-çırpa evə gəlir. Mən də çırpmışam özümü. Bu kitabların aləminə gələndə. Özümü o qədər döymüşəm ki, o qəliz fikirləri, fars ərəb əlifbasıyla onu mən çevirməli idim, onun izahını əldə etməli idim. Özümü o qədər döymüşəm ki, saysız, hesabsız qədər. Öz daxilimlə o qədər küsmüşəm ki, bunu dilə gətirib təsvirini də dilə gətirə bilmirəm. Xülasə ki, bugün də deyirəm, sənə əcəb olur. Əlində telefon düşüb bu küçələrə, bu fələyin feylinə uyub, bu rəsimləri, bu görüntüləri nədən çəkirsən? Lazım idi sənə, ya alimu, de get, cəzandır, çək. Bu burası. Dedik ki, təməli öyrənmədən Quran dərk edilməz. Təməldə deyilir. Uydurma dindarlıq gözə zərər və də bədənə əziyyət vermək baxımından
Bu heykamlar insanı zahirən hikmətli göstərər. Fiziki cəhətdən bədənə gələn düşkünlüyün və vurulan zərbələrin heç bir faydası yoxdur. Və də ərəb bilir ki, bu barədə din alimlərinin düşüncələri boşdur. Odur ki, qoy sizləri kimsə boş sözlərlə aldatmasın. Qoy sizin imanınız insan müdrikliyinə deyil, Allahın lütfüne istinad etsin. Kur'an aydın açıklayır ki, elbette ki Allah'ın hiçbir kesin ibadetine ihtiyacı yoktur. Allah yolunda en pak ibadet, doğru sözler söyleyip yaxşı işler görmektir. Belə. Mənim də çox yarımçıq sözlərim qaldı. Bilmirəm davamı olacaq ya olmayacaqdı. Am inşa etdiyim əsərdir bu. Tarixin sinəsindən. İndi onu Rəbb necə təyin edəcək? Necə bundan nə həyata keçirəcək? O haqda mənim heç bir bilgim yoxdur. Bugünlük bu qədər. Hələ ki salamat qalın. Yeni bir fikir gələrsə, məncə daha bu telefon söhbəti olmayacaq. Çünkü bu artık mənim özümü də bezdirdi. İnsanlar qarşısında gözdən mən düşmək niyyətində deyiləm. Bu mənim üçün heç gərək də deyil. Siz sual etsəniz ki, bəs nədən etdim? Sadəcə Allah'ın buna ihtiyacı var. O qədər. Sağ olun.